bütün əməlləri tərk etməklə, bəzi əməlləri tərk etməklə arasında fərq var. Qardaş soruşur, bütün əməlləri tərk etməklə, bəzi əməlləri tərk etməyin arasında fərq var, yoxsa yoxdur? O alimlər ki, namaz qılmayan müsəlman sayıb, yəni ən böyük əməl İslamda olan namazdır və onu müsəlman sayıb, onun tərkini təkfir etməyiblərsə, o alimlərə fərq yoxdur. Yəni, hesab eləsək ki, yəni, nə ki fərq var ki, bütün, o danışmışam dərslərdə ki, tərk kullə əməl deyirlər. Bütün əməli var bizdə şübhə. Deyirlər ki, bu bəzisini tərk edib, bu hələ kafir deyil. Amma sən necə cəsarət edib deyirsən ki, bütün əməli tərk edən kafirdir? Fikir verin. Hesab eləyək 100 əməl var. Bütün əməli yığdıq hamısına. Misala baxın. Bütün əməli yığmışıq. Və əməllərin başı da namazdır. Ən əfsəldir də. Şək edən var bunda. Şək edən yoxdur. İslamın ikinci rükunudur. Namazı tərk etdi. Kafir olur, olmur. Olmur axı. O bir əməllər var axı hamısı. Əməl var da. Niyə kafir olmalıdır ki? Orucu tərk etdi, zəkatı etdi. Olur, olmur. Niyə olmalıdır ki? Əməllər var da. Quran oxuyur, sədəqə verir. Edə gəlir. Edə gəlir. Hesab elə gəlir çatdı axırıncıya. Axırıncı hansıdır? İmətətul əzəni tarik misal üçün yolda əziyyət verən bir şeyi aradan kaldırmaq. Ona kimi tərk etdiyi kafir yoxsa yox. Əməli var da hələmdə. Gəldi çatdı bir dənə üstündədir. Bax bir dənə o qalıb. Kafirdir, müsəlmandır. Müsəlman əməli var da. Bütün əməli tərk etməyib o qalıb. Aydın oldu? O qalıb. İndi hesab edək ki, onu da tərk etdi. Kafir olur, olmur. Cavab. Olmur. Niyə olmur? Əgər desən ki, kafir olur, onda sən yoldan əziyyət verməyən şeyi tərk aparmadığı üçün kafir sayırsan insana. Aydın oldu? Yəni, onun olmasıyla müsəlman sayırsan, olmamasıyla kafir sayırsın. Biabırçılıq. Yox deyil bunu deyən əhl-i sünnədə. Kim deyir bunu? Bu yox deyil qardaş. Batildir. Yəni, sən bir dənə əməl, bax, o qalıb ittifaqdır ki, müsəlmandır. Əməli var da. Yəni, namaz qılmayan müsəlmanlar sayanlar üçün. Əməl var da, niyə sayırsan kafir? Müsəlmandır, hə? Yaxşı, onu da tərk etdi. Axırıncı qalmış idi. Bir dənəsi idi. Onu da etdi tərk. Deyirsən, kafirdir, heç bir əməl olmadığı üçün. Yəni, sən onda bir əməllə oynayırsan da. Yəni, müstəhəbdən insanı İslama salıb çıxardırsan. Allahu akbar. Müstəhəbdən insanı İslama salıb halınmır, qardaş. Bu, yetimin başından sağa çəkdi. Müsəlmandır, o çəkmədi kafirdir. Bu, yoldan əziyyət. Nəticə bu olur, olmur? Olur. Bu yoldan əziyyət verən şeyi çəkdi. Müsəlmandır. Sən çəkmədi, kafirsən. Allahu akbar. Nəticə batil. Buyur qardaş. Yəni, üzr istəyirəm, yəni, qutarım. Yəni, bu şübhədir, batildir, çıxır bu şübhə kimdən? Bizim cahillərdən. Bizim ümumiyyətlə bu dünyada var belə şübhə. Kim ki elm öyrənmir, savadı yoxdur, fəhmi yoxdur, dar düşüncəlidir. Belə şeylərdən oynayır həyatda. Heç bilmir mahiyyətinə varmır. Heç danışdığı mahiyyətinə varmır. Heç bilmir ki, nəticəsinə baxsan, özün peşman olacaqsan o sözü işlətdiyivə. Aydındır? İxlasla.com saytı tərəfindən təqdim olundu.